Herkese salam. Bugün sizinle birlikte qat-qat xırçıltılı şirin qoğal hazırlayırıq. İlk olarak içliyi hazırlayıram. Mən prosesi çəkməyi unutmuşam. Açıqlama qismində ətraflı yazmışam. Xəmiri üçün bir qaba 1 stəkan ilıq süt, 1 stəkan ilıq su, 2 yemək qaşığı şəkər tozu və 1 çay qaşığı maya əlavə edib qarışdırıram. Mayanın işləməsi üçün 5 dəqiqə gözləyirəm. Vaxt tamam olduqdan sonra 1 çimdik duz, 1 yumurta və 1 yumurta ağını əlavə edib sarısını üzəri üçün saxlayıram. Ərdilmiş kərə yağını əlavə edib qarışdırıram. Onu hissə-hissə əlavə edərək yumuşaq, ələ yapışmayan xəmir yoğururam. Xəmiri gözlətmədən 10 bərabər hissəyə bölüb gündələyirəm. Üzərinə örtüb 15 dəqiqə dincə qoyuram ki, rahat yayılsın. Bu müddətdə 300 qram kərə yağına yarım stəkan duru yağ əlavə edib ərdirəm. Bu yağı qatların arasına çəkəcəyim. Dincəlmiş gündələri mümkün qədər nazik yayıram. Dəzgahı yağlayıb ilk yuxanı yerləşdirirəm və üzərinə yağ çəkirəm. Bütün gündələri bu şəkildə üst-üstə yığıram. Sonuncu qata yağ çəkməyə ehtiyac yoxdur. Sonra xəmiri 3-4 barmaq enində uzun zolaqlara bölürəm. Hər zolağı bir ucundan basaraq rulet kimi bükürəm. Ortasında oyuq açıb 2-3 qaşıq içlik əlavə edirəm. Bağlayıb qoğal formasını verirəm. Hazır qoğalları soba listindən düzürəm. Ayırdığım yumurta sarısına biraz süd əlavə edib qarışdırır və üzərinə çəkirəm. İstəyə görə küncüt və ya çörək otu səpmək olar. Əvvəlcədən 200 dərəcədə 600 rejimdə qızdırılmış sobada üzəri gözəl qızarana qədər pişirirəm. Nəticədə qat-qat xırçıltılı və içi ətirli şirin qoğallarımız hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun.